Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Bugün sizə belə bir gözəl şəxsi tikili, yaşayışlı və paket kupçalı həyət evimizi təqdim edəcəm inşallah. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Evin yerləşmə yeri Zabrat dairəsindən üzü Məhəmmədli dairəsinə gedən yoldadır. Hər tərəfi yaşayış olan yerdə yola da çox yaxın ərazidə. Sənət evin də torpağında kupçasıdır. Ümumilikdə 3 sot torpaq sahəsindədir. Yerdən 15-16 daş kürsüdə tikilib. Evi 2 mərtəbə kimi də qeyd edə bilərəm. Çünki birinci mərtəbəsində əlavə 4 dənə köməkçi otağı yerləşir. Evin ümumi sahəsi 205 kvadrat metrdir. Qazı suyu işığı daimi fasiləsizdir. Sayğaclarının da hər biri var. Həm həyətdə, həm də evin içində sanitar qovşağı yerləşir. Az öncə də qeyd etdiyim kimi tamamilə şəxsi tikili və tam hazır giryaşa evdir. Həyətini görürsünüz, yarı hissə, çox hissəsi tamir daşla döşənilib. Az bir hissədən boş torpaq sahəsi saxlanılıb. Evin ətrafına keçmək üçün zaborundan məsafəsi saxlanılıb. Həyətə 7-8 maşın rahatlıqla daxil ola bilər. Evimizin fasadı da ağlay daşlarla yığılıb. İndi isə keçək evin içinə. Evdə istilik sistemi kombidir. Mətbəx mebeli var. Sanitar qovşağın aksesuarları var. Pəncərələrin reşotkasına qədər hamısı yığılıb. Çox təcili satılır. Evimizin qiyməti də 115 min manatla satışa çıxıb. Real alıcılarımız da olsa qiymətində endirim olunacaq evin sahibi tərəfindən. Dəhlizə daxil olduqda sağda gəlir belə bir gözəl geniş mətbəx. Mətbəxin pəncərəsi yerdən olan şəbəkə pəncərə. Solda gəlir yenə geniş qonaq otağımız. Evin altı beton, üstü kəmər, dörd bir tərəfi qoşadaşla tikilib. Hər bir otağımızın geniş pəncərəsi. Məlumatları bir daha təkrar edirəm. Zabrat Məhəmmədli yolu. Zabrat dairəsini keçdikdən sonra Məhəmmədli dairəsinə çatmırıq. Yolun sağ tərəfidir. 3 sotun içində 4 otaq, əlavə 4 dənə köməkçi otaq, 205 kvadrat, qaz, su, işıq, sayğaclar var. Sənət evin də torpağında kupçası, qiymət də 115 min manat. Real alıcılarımıza, bizim səhifədən gələn müştərilərə evin sahibi tərəfindən xüsusi indirim var. Bu da sonuncu yataq otağı. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın.